Məndən tez-tez soruşurlar, sizin mentorluğun digərləri ilə fərqi nədədir? Mən bax bu fiquru sizə məsləhət görürəm ki, diqqətlə baxasınız. Mentorluğumda bu məsələlərə diqqət edirəm. Gördüyünüz kimi bir insan çox böyük əziyyətlə, özündən xeyli ağır 3 yükü daşıyır, 3 kürəni daşıyır. Dartır, onu bir yerə aparmaq istəyir. Əslində burada həyatımızın da bir simvolik mənası var. Bizim də arxamızda xeyli yük bildiyimiz, yük gördüyümüz, nələrisə qurtarmaq, kimlərisə xilas eləmək arzusu, situasiyanı həll eləmək cəhdi. Bax, bütün bu arzu və istəklər dayanır və onlar da bizim yükümüzə çevrilir. Mentorluq insanlara yüklərini göstərmək, anlatmaq, o fərqindəliyi hiss etdirmək, göstərməkdir. Mən mentorluğumda nəinki onları göstərirəm, həm də həlli yollarını, bu yüklərdən necə azad olub bu heykəl kimi qaralmamağı, yox olmamağı və bir insana, bir bütövə, bir fiqura yox, anlayan, düşünən, fərqində olan, duyan, hiss edən və hiss etdirən bir insana çevrilməyi öyrədirəm. Ona görə də mənim mentorluğum yalnız nitqi deyil, düşüncə və təfəkkür tərzini, həyatı, keçmişi, bugünü, sabahı bir-biri ilə əlaqələndirib necə yol seçməyi, karyerada irəliləyişi, bütün bunları bir yerdə həll edib qarşınıza plan qoyacaq qədər mükəmməldir. Mentorluğuma yazılsanız, tüm bu fərqləri hiss edəcəksiniz. Buyurun.